Ucuz qiymətə hazırda məndə Rottweiler yoxdur. Çünki mən Azərbaycanda Rottweiler yetişdiriciliyində cır Rottweiler sözünü Rottweiler yetişdiriciliyinin lüğətindən silmək üçün çox əziyyət çəkmişəm və hələ də çəkirəm. Çünki insanlar baxıram ki, Azərbaycanda ən çox erkək Rottweiler almağa yönəlirlər. Əslində dişi almaq istəyənlər də var. Sadəcə olaraq Azərbaycanda normal ölçüdə o Avropa standartlarında gördüyünüz, yaxud da Avropa saytlarında gördüyünüz Rottweilerlər var. Elə itilər istəyirsiniz, amma ki, burada cır Rottweilerlərin sayı çox olduğuna görə almaq istəmirlər. Alanda da deyirlər ki, heç olmasa erkək alaq, əlimizdə gəzdirəndə ən azından bir Rottweiler oxşasın ən pis variantda. Mən isə Azərbaycanda elə bir Rottweiler itiləri yetişdirmək istəyirəm ki, sözüm başqa yetişdiricilərin acığına gəlməsin, öz bazarım üçün danışıram, fakt olanı. Mən erkəkləri qoydum bir kənara, hətta elə bir dişilər yetişdirəcəm ki, inşallah. Və niyyətim də budur. Mənim itlərimin dişiləri belə Azərbaycandakı digər erkəklərdən böyük olsunlar. Yəni standartdan yuxarı olmayasıdırlar. Zaten bu Rottweilerin bir standartı var. Standartı çox keçirsə zaten bu defekt sayılır. Sadəcə məqsədim necə ki Avropa saytlarında baxıb deyirsiniz ki, nə gözəl Rottweilerdir, böyükdür. Mənim də məqsədim elə bir Rottweiler yetişdirməkdir. Və elə bir Rottweiler yetişdirmək üçün birinci yaxşı damazlıq lazımdır. Onun üçün də mən Idellanı gətirdim. Və Idella tam səmimiyyətimlə deyirəm ki, təsadüfən seçilən bir it deyil. Yəni kiməsə pul verim və hətta bildirmək istəyirəm ki, Idellaya həqiqətən yüksək bir məbləğ ödənilir. Mən kiməsə o məbləğ ödəməmişəm ki, mənim üçün Rottweiler seçim. Mən onu öz bilgimlə seçmişəm və seçimimdən də peşman deyiləm. Çünki Idella quruluş cəhətdən də Avropa standartlarına cavab verir. Sənət keyfiyyəti cəhətdən də bunu heç deməyə ehtiyac yoxdur. Çünki Idella 3 qat ard-arda, zarafat bir qalibiyyət deyil, 3 qat ard-arda Rusiya çempionunun qızıdır birbaşa. Və yenə dediyim kimi, yaxşı bir balalar üçün yaxşı bir valideyn lazımdır. Və mən də Idellanı Nero ilə cütləşdirdim. Çünki Nero'nun boyu həqiqətən çox böyükdür. Şəkillərdə, videolarda izləyicilərə görə necə görsənir bilmərəm, amma realda görsəniz həqiqətən iridir. Yəni mənim də məqsədim necə ki, insanlar baxırlar, deyirlər ki, Avropadakı Rottweilerlər nə gözəldir, böyük ölçüdə. Mənim də məqsədim elə bir Rottweiler itiləri yetişdirməkdir.